Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıya gəlmə ehtimalı böyükdür, amma bu sadə məsələ deyil. Politoloq Azər Qasımov bunu Azərbaycan və Ermənistanın Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini dəstəkləməsini Today Press TV-yə şərh edərkən bildirib. Stat: Avropa Siyasi Birliyi adlı təşkilatın qurulması mahiyyət etibarilə Avropa İttifaqından kənarda qalan ölkələrin yeni dünya düzəni formalaşması və ABŞ prezidenti Donald Trumpın Avropa İttifaqı ölkələrinə hərbi və iqtisadi təzyiqi fonunda bu ölkələrlə daha güclü birlik yaranması istəyi ilə bağlıdır. Əslində Avropa İttifaqının digər ölkələrə, xüsusən də Türkiyə və Azərbaycana ehtiyacının yaranması bu reallığı mümkün edir. Ermənistan isə Azərbaycan və Türkiyə ilə birlikdə olmaqdan şaddır. Ona görə sevinclidir. Statın sonu. Ekspertə görə Ermənistan Azərbaycanla bir təşkilatda olmağı özünə təhlükəsizlik çətiri hesab edir. Stat: Avropa İttifaqının da istəyi budur. Ona görə də tədbirin keçirilməsini Azərbaycan və Ermənistana həvalə edirlər. Paşinyanın Bakıya gəlmə ehtimalı böyükdür, amma bu elə də sadə məsələ deyil. İki ölkə arasında sülh müqaviləsi imzalanmayınca qarşılıqlı səfərlərin mümkün ola bilməyəcəyi qənaətindəyəm. Təşkilatçılığın Azərbaycan və Ermənistana verilməsi də bu səfərlərə hesablanıb. Təbii ki, Paşinyan heç nəyə baxmadan Bakıya gələrsə, bu əslində sülh üçün Azərbaycan üzərində öhdəlik kimi bir şey olar. Bundan sonra hər hansı bir gərginlik Ermənistan üçün Azərbaycanı günahlandırmaqda fürsət olar. Çünki Ermənistanın daha çox sülhpərvər imici yarana bilər. Hesab edirəm ki, Paşinyan bu imkanı qaçırmaz. Azərbaycan prezidenti İlham Əliyevin isə Ermənistana getməsi indiki məqamda mümkün deyil. Statın sonu. Qeyd edək ki, Azərbaycan və Ermənistan Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini dəstəkləyib. Bu barədə Nikol Paşinyan məlumat yayıb. Paşinyan eyni zamanda Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışladığını vurğulayıb. Siyasi ekspertlər deyirlər ki, Avropa Siyasi Birliyinin zirvə toplantısı ilə bağlı qəbul edilən qərarlar Nikol Paşinyanın Bakıya yolunu açıb. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.